Ucqar kənddə yaşasa da sənətə sarılan bir adamın hekayəsini, qarşılaşdığı çətinlikləri təqdim edəcəyi ətraflı əməkdaşımız Kürçaylı Məmmədovun reportajında. Yolumuz Neftçala rayonunun gözdən könüldən uzaq Xolqarabcaq kəndinədir. Rayonun Xəzər kəndində doğulan və Xolqarabcaqda yaşayan rəssam və bədii oymaçı Hacı Əhmədovun qonağıyıq. 56 yaşlı rəssam uşaqlığından rəsm sənəti ilə məşğuldur. 1992-ci ildə Rais Rəsulzadə, Qəyyur Yunus, Ziyadxan Əliyev və digər məşhur simaların tələbəsi olub. Bir müddət Cəmşid Naxçıvanski adına hərbi liseydə rəssam kimi çalışıb. İndi isə Xolqarabcaq kənd məktəbində təşkilatçı vəzifəsində işləyir. Onun yaratdığı rəsmlərdə, əsərlərdə rəng koloriti, canlılıq ön plandadır. Bədii oymaçı kimi işlədiyi kompozisiyalarda isə həyatı olduğu kimi göstərməyə çalışır. Sənətkarın ömrünün bir günü, Sevgililər, Qız qalası, Sakit gecə, Narlar, Əbədi məhəbbət əfsanəsi, Leyli və Məcnun kimi kompozisiyalarında bədii təxəyyül və yaradıcılıq imkanlarını tamaşaçı üçün açır. Rəssam deyir ki, Ucqar kənddə yaşasa da sənətdən heç vaxt uzaq düşməyib. Əsas mən boyakarlıqla əvvəl məşğul olurdum. Sonradan nəsə bu sənət gördüm çox məhduddur, az məşğul olan var. Bəli, daha çox maraq doğurur. Ona görə də gördüm ki, əlimdən gəlir, bacara bilirəm, öhdəsindən gəlirəm. Ona görə də keçdim bu işlərə. Səbir lazımdır, hövsələ lazımdır. Bu qədər vaxt gedir. Burada incəliklər var, xırdalıqlar var. Bu sənətə sevgi lazımdır, məhəbbət lazımdır. Əgər bu sənəti sevirik, məhəbbətimiz varsa, deməli bizim vaxt orada hövsələ gözümüzə görünmür. Elə baxdıqca, işlədikcə yeni kəşflər yaranır ortada və biz bu sənətə bağlı adamlarıq. Ona görə də mən bu sənəti ürəkdən sevirəm. Hacı Əhmədov ümidli və şən insan olsa da küskünlüyünü duymamaq mümkün deyil. Deyir ki, indiyədək yaşadığım rayonda bir dəfə də olsun tədbirə dəvət almamışam. Baxmayaraq ki, artıq yaşım 60-a çatır, Neftçala rayonunda məni rəssam kimi tanımırlar. Bu da məni hədsiz incidir. Çünki sənət adamı diqqət istəyir, başqa heç nə. Rayon səviyyəsində olan tədbirlərə dəvət eləsələr, mən də gedib orada iştirak eləyərəm, öz işlərimlə bərabər. Yəni, arzulayıram ki, bundan sonraki vaxtlarda tədbirlərə, məsələn, sərgilərə mənə də dəvət eləsinlər, mən də gedim iştirak eləyim rayonda və yaxud respublikada və digər yerlərdə. Bizim tanıdığımız qədər tanımadığımız istedadlı rəssamlar var, istedadlı insanlar var. Məsələn, yaxşı olar ki, onlar da üzə çıxartsınlar, onlar da tanınsın, öz sənətləri ilə sevilsin gördükləri işlərə görə. Çəkiliş aparan zaman Hacı müəllimlə bağlı şad xəbər aldıq. Belə ki, yaxın dostlarının köməkliyi ilə sənətkar Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul edilib. Bu sevinci bircə bölüşmək bizim də qismətimizə düşdü. Ümid edirik ki, rəssam bədii oymaçı Hacı Əhmədov bundan sonra Neftçala rayonunun Ucqar Xolqarabcaq kəndində itib batmayacaq. Onu müxtəlif sərgi və tədbirlərdə tez-tez görəcəyik. Əyyub Türkay, Kürçaylı Məmmədov, Neftçala.